uşaqlar, gəlin 72-ci sualımıza baxaq. Yenə bayaqki ilə eyni sualımızdandır. Nə deyir bizim üçün? Deyir ki, qapalı qabdakı su buxarının izotermik genişlənməsi prosesi PV diaqramında, daha doğrusu ROV diaqramında təsvir olunmuşdur. Qrafikin A nöqtəsinə uyğun buxarın kütləsi 100 qram olarsa, bu nöqtəyə uyğun suyun kütləsi neçə qramdır? Yeni sualda, əvvəlki toplumumuzda yox idi. Və biz qeyd etmişdik ki, uşaqlar, ilk hissə həmişə nəyə aiddir? Doyan buxara. İkinci gələn hissəmiz nəyə aid olacaq? Doymayan buxara. Yeni qeyd edirəm, ilk hissə həmişə doyan buxara aiddir. İkinci hissəmiz isə nəyə aiddir? Doymayan buxara. İndi qrafikin A nöqtəsi əlbəttə ki, hansı hissədədir? Doyan buxara aid hissəmizdədir. Biz bilirik ki, uşaqlar, əvvəlcə maye olur. Sonra keçid edir doyan buxara. Sonra da keçid edir nəyə? Doymayan buxara. Yəni su birinci bir qədər buxarlanır. Su plus buxar ikilisindən ibarət olur, yəni doyan buxar halında olur. Daha sonra isə bizim mayemiz tamamilə buxarlanır, maye deyilən şey qalmır, yalnız buxardan danışırıq. Bu da nə olur artıq? Doymayan buxar halı. İndi A nöqtəsi doyan buxar halındadır. Yəni burada bir mayemiz var, bir də bizim buxarımız var. Ki onsuz da məsələnin şərtində görürsünüz ki, bizə deyib ki, A nöqtəsinə uyğun buxarın kütləsi 100 qramdır. Məndən istədiyi nədir? Mayenin kütləsini tapmaq. Bəs yaxşı, indi biz bilirik ki, bu hissə artıq nədir? Doymayan. Doyandan doymayanı keçid edəndə biz nə müşahidə edirik? Baxdıq ki, bizim həcmimiz V0 oldu nəyə? 4V0-a bərabər. Yəni bizim həcmimiz 4 dəfə neynədir? Artdı. Bax, yazaq. İndi həcm 4 dəfə artan yerdə M buxar bərabərdir ROV-yə görə, təbii ki, həcmin 4 dəfə artması ilə buxarın kütləsi neynəyəcək? 4 dəfə artacaq. Yəni doyandakından artıq 4 dəfə artır. Doyanda 100 qram idisə, onda doymayan buxarda artıq bizim buxarımızın kütləsi nəyə bərabər oldu? 400 qramı. Əlbəttə ki, uşaqlar, 6V0 üçün də yenə bizim buxarımızın kütləsi 400 qram olacaq. Çünki biz bilirik ki, doymayan buxar yalnız buxardan ibarətdir. Buxarının kütləsi həmişə sabitdir və mayenin kütləsi də həmişə nə olacaq? 0 olacaq. İndi, deməli, aydınlıqla biz artıq doyan buxar üçün mayenin kütləsini tapa bilərik. Çünki dedim ki, birinci tamamilə maye halında olur, sonra buxar plus maye halında olur, sonra tamamilə buxar halında olur. Əlbəttə ki, deməli, mənim mayem ümumi 400 qram imiş ki, o 400 qram mayenin hamısı buxarlandı və doymayan buxarın ümumi kütləsi də 400 qrama bərabər oldu. Amma doyan maye plus buxardan ibarət olduğu üçün buxarı 100-dürsə, ümumi 400-dürsə, onda mayesi nəyə bərabər imiş? 300 qrama bərabər imiş. Yəni A nöqtəsinə uyğun mayenin kütləsi 300 qramdır.